uyğun. Bu işlə məşğul olmuruq. İnkar eləmə eyiblərvi, ged Allahın qapısına. Sən tək deyilsən, axı sənin Allahın var. Sənin Allahın var, yaddan çıxartma. Səni səndən çox sevən Allahın var. Hər şeyə gücü çatan Allahın var. Sənin eyiblərvin öhdəsindən gəlməyəcək, gələcək. Amma gedəndə müzakirəyə getməyib, ilahi, gəlmişəm bir neçə mövzuda səndən danışım. İclasa gəlməmsən. İclasa gedən kimi getmə. Yox, elə yox. Körpələr kimi get. Körpələr kimi. Uşaq necə gedir, anasına ağlayır, sığınır. O şəkildə get ki, səni əzizləsin. O haldan xoşu gəlir. İmam Məhəmməd Baqir əleyhissalam Kəbəni təvaf eləyir. Kəbənin qapısına yaxınlaşanda, təvaf zamanı, ucadan fəryad eləyib dua eləməyə başlayır. Yanındakılar deyir, ağa, hörmətdən salar sizi, yaxşı deyil, adamlar bizə baxır. İmam Baqir əleyhissalam deyirlər, ayıbdır siz boyda imam, belə fəryad eləməyiniz ucadan ayıbdır. İmam deyir, mənə rahat buraxın. İstəyirəm Allah mənə baxsın, mənə nəzər eləsin. Burada da fəryad eləməyim, harda eləyim? İstəyirəm Allah məni əzizləsin. Burada mən bəndəyəm, mənim imamətim də keçib, mən bəndəyəm, Allahın bəndəsi kimi gəlmişəm. Bu hal heç kəsə eyib gətirməz, baş aşağılıq gətirməz. İndi biz dəstə adam çıxıb, ağlamaq demə bunların yanında. Ağlamaqla mübarizə aparırlar. Ağlamaqla düşmənçilik edirlər. Halbuki hamısı həyatda nəyəsə ağlayır, acı-acı şeylər ağlayır. Acı-acı şeylərin qəmin salır ürəyinə. Amma qəmin şirin növləri var. Qəm onsuz da hamı çəkəcək, dindar olsun ya qeyri-dindar. Amma qəmin şirin növləri var. İmam Hüseyin qəmi də o şirin qəmlərdən biridir. Bədbəxt biçarələrin ağlamağı deyil. Adam bədbəxtçilik üçün məscidə can atmaz, gedim bədbəxt olum, ağlayayım. Bu ağlamaqda şövq var, ləzzət var, şirinlik var ki, adamlar həsrətlə gəlir bu istidə. Bu sıxlıqda dayanır, oturur, bayırda, içərdə. Bu başqa bir aləmdir. Buna biraz yaxına gəlmək lazımdır, başa düşməsi. Uzaqdan baxanda başqa cür görünə bilər. Gəlib içinə daxil olanda görürsən, bu başqa bir aləmdir. O uşaq ki, başını ananın dizinə qoyub ağlayır, ya da ona sığal çəkir, uşağın keyfi bundadır. Uşağın ləzzəti bundadır. Allah huzurunda incə qəlbli olaq, yoxsa canavara çevriləcək. Ağlamağı inkar eləməklə daş ürəkli yırtıcıya çevriləcək. Ağlamaq heç də hər vaxt acizlik əlaməti deyil. Ağlamaq qüdrət əlamətidir bəzən. Güc əlamətidir bəzən. İnsan bəzən Allah huzurunda ağlamaqla güc tapır, qüdrət tapır, izzət tapır.